27-7-ci ay 2026-cı il. Bu videonu çəkməkdə məqsədim odur ki, buradan cənab prezidentimizə səslənirəm və baş prokurorluq cənab Kamran Əliyevə səslənirəm ki, yanvar ayının 18-dən 19-dan keçən gecə saat 1 radələrində mənim maşınımı bu vəziyyətə salan 99 vurdu 323 qırmızı 2 optimalı markalı maşına avtoqəza eləmişəm. Lakin mənim günahım olmuyor. Və Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, inspektor Məmməd Səmədov Nazimoğlu hadisə yerinə gələrək bizdən orada heç bir içkili haqqında bir sənəd bizdən qəbul eləməyərək getdi və otağına yaxınlaşaraq məndən 2000 civarında rüşvət istədi. Məhkəməyə verdim, məhkəmənin kağızları da hal-hazırda əlimdədir. İndi də yaxınlaşıram, cənab prezident. Yaxınlaşıram otağına, deyir ki, məhkəmə səhv verib bu kağızları sizə. Sizdən xahiş edirəm, cənab Baş Prokurorluq Kamran Əliyev, cənab prezident, 2-ci Qarabağ müharibəsinin iştirakçısı Əhmədov Əhmədəli Masallı rayon Xul kəndindənəm. Mənim səsimə səs verin. Yanvar ayından bu yana mən bu maşından çatdırılmada işləyirdim. O gündən bu günə işsiz qalmışam. Xəstə anam var, xəstə atam var, valideynlərimə mən baxıram. Harada şikayət yazmışam, heç yerdən də cavab gəlmir. Baş prokurorluğa, Nazirlər Kabinetinə, hər yerə şikayət yazmışam. Mənim şikayətimə məhəl qoyan yoxdur, cənab prezident. Sizdən xahiş edirəm, bir vətəndaş kimi 4 medaldan da mən tətbiq eləmişsiniz. 4 dənə də medalım var. Vətən müharibəsinin iştirakçısının qazisiyəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim səsimə səs verin.